Diqqət! Bu məşhur şirkətlərdə qüsurlu və baha məhsullar aşkarlandı. Prezident yanında Anti-İnhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən apteklər şəbəkəsi olan Zeytun Pharmaceuticals MMC haqqında inzibati xəta protokolu tərtib edib. Agentlikdən reporta verilən məlumata görə şirkətin apteklərində dərman vasitəsi Tarif Şurasının təsdiq elədiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Mebel istehsalı ilə məşğul olan Embavud MMC barəsində də Prezident yanında Anti-İnhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən inzibati xəta protokolu tərtib edib. Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdırılan şərtlər daxil edib, bununla da İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə xətalar törədib. Bazar-Store MMC-də isə qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb. Prezident yanında Anti-İnhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən şirkət barəsində inzibati xəta protokolu tərtib edib.